Bismillahirrahmanirrahim. İnşallah Rəcəb ayın biri daxil oldu. Bu Allah'ın rahmet ayı bizler için, tüm müminler için hayırlı, bərəkətli inşallah olsun. Bu ay hem de əzəmətli aylardandır. İmam Muhammed Baqir Aleyhisselam'ın hem de Mevlud günüdür. İmam Muhammed Baqir Aleyhisselam hicretin 56. ilinde dünyaya gelmiştir. Hazreti Hüseyin Aleyhisselam'ın nəvəsi ve İmam Zeynul Abidin Aleyhisselam'ın oğludur. İmam Muhammed Baqir Aleyhisselam Kərbalada olan en az yaşlı 2-3 yaşında təxminən o müsibətin şahidi olmuş ve Kərbala hadisəsində sağ qalan Hz. Peyğəmbər Aleyhisselamın nəslinin davamçısı, imamətin davamçısı olmuştur. İmam Baqir Aleyhisselamın həyatı çox ağır Bəni Ümeyyə zalim səltənətinin dövründə yaşamış və çox çətinliklər və hədə qorxular Həzrətin bütün həyatı boyunda baş vermişdir. İmam Baqir Aleyhisselama hətta Peyğəmbər Aleyhisselam salam göndərmişdir. Peyğəmbər Aleyhisselamın yaxın sahabələrindən biri olan tanınmış möhtərəm Cabir rəhmətullahi aleyh Hz. Peyğəmbər Aleyhisselamın salamını İmam Muhammed Baqir Aleyhisselama söyləmişdir və buyurmuşdur ki, cəddin Hz. Resulullah mənə buyurmuşdur ki, ey Cabir, sənin ömrün uzun olacaqdır və balam Muhammedə məndən salam söyləyərsən. Və Həzrətin məşhur ləqəblərindən həmçinin Baqir ləqəbi ona verilmişdir. Çünki Baqirul Ulum, elmi yaran, elmi xırdalayan, təfsir eləyən bir dövrünün ən yüksək fəzilətli alimi olmuşdur. İmam Baqir Aleyhisselamın mübarək mövludu münasibəti ilə bütün möminləri Hz. Peyğəmbər Aleyhisselamın başda olmaqla Əhl-i Beytin təbrik edirik və Həzrətin dünyada ziyarətin, ahirətdə şəfaətin Allah'tan istəyirik. Və müəyyən hədislər ki, İmam Muhammed Baqir Aleyhisselamdan rəvayət olunmuşdur. Onlardan təbarük olaraq birini qeyd eləyək. Həzrət buyurur ki, Rəcəb ayı çox əzəmətli bir aydır. Allah bu ayda öz rəhmətini, bərəkətini bəndələrinə nazil etmişdir. Hər kəs istəyir ki, bu ayda bir gün oruç tutmaqla günahlarının üstünə xətt çəkə, bu ayda Rəcəb ayında heç olmasa bir gündə olsa oruç tutsun. İmam Muhammed Baqir Aleyhisselama sual edirlər, Yəbnə Rasulillah, nə üçün siz hədisi rəvayət eləyəndə hədisin özün söyləyirsiniz? Amma hansı ki, başqa mühəddis sahabə ya tabeinlər hədis söyləyərkən kimdən söylədiyini, kimdən eşitdiyini qeyd edirlər və Hz. Peyğəmbər Aleyhisselama gəlirlər. İmam Muhammed Baqir Aleyhisselam buyurur ki, mən hədis söylədiyim zaman isnad eləyirəm birincisi atam Əli ibn Hüseynə və isnad eləyirəm Hüseyn ibn Əliyə, cəddim Hüseyn ibn Əli Aleyhisselam. Və ondan sonra isnad eləyirəm cəddim Əli ibn Əbi Talib Aleyhisselama və sonra Hz. Peyğəmbər Aleyhisselama və ondan sonra Cəbrail Aleyhisselama və Cəbrail Aleyhisselamdan da Allah'tan rəvayət eləyir. Yəni mənim bütün söylədiklərim hamısı bu tərzdə rəvayət olunur ki, mən birbaşa hədis rəvayət eləyirəm. Həzrətin buyurduğu başqa bir mübarək hədislərdən bir də budur ki, Həzrət buyurur ki, Lə fədilətə kəl-cihad, cihad qədər fəzilətli heç bir şey yoxdur. Yəni cihadın dəyəri o qədər yüksəkdir ki, Həzrət buyurur ki, cihad qədər fəzilətli bir şey yoxdur. Və lə cihadə kəl-mücahədətil hava. Amma buyurur ki, o cihadın da fəzilətli insan öz nəfsi ilə cihad etməsidir. Yəni insan çalışmalıdır ki, öz nəfsi ilə mübarizə aparsın ki, cihaddan da üstündür. Necə ki, Hz. Peyğəmbər Aleyhisselamdan bunun eyni ilə başqa bir şəkildə rəvayət olunan hədisində qeyd olunur. Hz. Peyğəmbər Aleyhisselam ki, cihaddan gəlir, üzünü sahabələrə tutur. Gedin, indi də cihada hazırlaşın. Ya Resulallah, biz indi cihaddan gəldik, indi başqa nə cihad? Həzrət buyurur, gedin öz nəfsinizlə cihad eləyin ki, o daha fəzilətlidir etdiyiniz cihaddan. Yəni insanın nəfsi o qədər təhlükəlidir ki,
Hatta İslam cihada verdiği fəziləti ki, sən dinini qoruyursan, əqidəvi qoruyursan, vətəni qoruyursan, bütün namus qeyrətdən ötürü canından keçirsən cihadda, görün nə qədər nəfis qorxuludur ki, etdiyin o cihad, o müharibə ki, kafir, zalimla cihad edirsən, Həzrət buyurur ki, nəfsünlə mübarizə aparmaq, cihad eləmək ondan da çətindir. Odur ki, Həzrət Peyğəmbər Əsəlamın və Qur'anın bizlərə tövsiyəsi budur ki, insan gərək dünyada öz nəfsi ilə mübarizə apala. Bu nəfislə mübarizə aparmaq insanı Allaha daha da yaxınlaşdırar, daha da təqvalı eləyər. Bir daha bugünkü Rəcəb ayının biri ilə İmamın mövludunu təbrik deyirik və Allahdan günahlarımızın bağışlanmasını və onun yolunda nəfislə mübarizədə bizə yardımcı olsun inşallah.